Salamlar hər kəsə, hər vaxtınız xeyir uşaqlar. Növbəti buraxılışıma xoş gəlmisiniz. Yenidən video çəkməyimə qərar verdim. Bir aranlıq ara vermişdim, düzdür. Amma çalışacağım yenə çox çəkim biraz da. Deməli, həm də ki bu səfərki video daha da maraqlı, məzmunlu videodur. Çünki məzmun nədir? Mən bir bodybuilding showsuna getməyə qərar verdim. Və bunu hər birinizə göstərmək istədiyim üçün çəkirəm bunu. Bu elə bir showdur ki, bu elə bir səyahətdir ki, inanmıram ki, hər Azərbaycanlıya belə bir şans düşür. Çünki mən Azərbaycan dilində görməmişəm və bu barədə çəkən olmayıb. Sırf Amerikada olan bodybuilderlərdə. Və bildiyiniz kimi də ki, bu şovda hələ də Azərbaycan tarixində bir Azərbaycanlı belə şans əldə etməyib ki, bu şovda yarışsın. Düzdür, potensiallı idmançılarımız var. Bir gün onlar da çıxarlar, biz də gedib baxarıq. Nə vaxtsa olar. Mən də o siyahıdayım, özümü siyahıda tuturam. Çünki mən də o səhnədə çıxmaq üçün çalışıram bu dəqiqə. Nə vaxtsa, amma ki bilmirəm. Görə inşallah necə olur. Deməli uşaqlar, burada Oregon ştatındayım da mən. 6 saat yarımlıq uçuş vaxtıdır. Buradan deməli Phoenix şəhərinə uçuram, Arizona'ya. Arizonadan sonramdakı Las Vegas'da olacaq. 6 saat yarım çəkilir ümumi. Deməli, hər şeyimi yığmışam. Gedib ora çatan kimi, Phoenix'e çatan kimi, oradan da sırazu dayanmadan elə Las Vegas'a gedəcəm. Deməli, məndə qrup 9 idi, çağırdılar. İndi gedirəm qrup 9 olaraq təyyarəmə. Again, as a reminder, please reserve overhead space for larger carry-ons only. Please use smaller personal items like backpacks, personal suitcases, Deməli, təyyarənin içinə daxil olduq indi. Sizdəki gördüyünüz kimi qardaşım da buradadır. Neçə saatdir buradan? 3 saat. Buradan deməli 3 saat uçuruq Arizona ştatına. Görək nə olur. Deməli uşaqlar, Phoenix şəhərinə gəldim, çatdım, aeroportdayım indi. Göstərim burada bayırda necədir burada. Deməli, bura aeroportun içərisidir. Qardaşım da kopya alır. Gördüyünüz kimi biraz böyle quralıq yerdir bura. Burada palmalar da var. Qəşəng yerdir, istil hava. Yaxşıdır. Yay havası. Arizona deməli Amerikanın ən
isti şəhərlərindən biridir, ştatlarından biridir. Phoenix şəhəridir bura. Gördüyünüz kimi orada da panimaları var. Deməli uşaqlar 2 saat yatdım. İndi durmuşam. Hələ də Phoenix şəhərindəyəm. Göstərim. Arizona. Gördüyünüz kimi hələ aeroportdur bura. Bir dənə su götürək buradan. Deməli burada onların nömrəsi var da. 404-dən götürək ya bir dənə. 404. Burada kartı açıram. Bastım buna, üçün götürdü. $1 50 qəpik. Bana suyu verir sənə. Neyse, buna dibinə kimi içəyə gedək. Bu da ki buz kimi su verirlər də burada. American Cold Water. İçə gedək. Neyse, Las Vegas'a gelen samarata biniyorum şimdi. Buradan da 2 saat yol. Wait, that's a private jet. Did you see? Gəldim, Las Vegas'a çatdım. Las Vegas'ta olmağı necə bilə bilərsən, rahatdır. Baxın, burada qumar maşınları da var. Düz elə aeroportun elə özündədir. İndi buradan da gedim taksiyə minim evə gedəcəm. Görsün palmalar da var. Vuruluqdur. Mən Oregon'da qalıram. Oregon görmüşsünüz o bir videolarda. Yaşıllıqdır, nə bilim, meşələr zad var. Gedirik Walmart'a. Biraz bazarlıq eləyəcək. Baxaq görə qiymətlər burada necədir. Gedək. Mən uşaqlar gəldik, indi Walmart'dayıq. Amerikanın bildiyiniz kimi hər bir yerində var. Nə lazımdır? Mənə toyuq əti lazımdır, nə əti lazımdır. Gəl qiymətlərə baxaq. Deməli, ət seçimləri burada yağlı ət var, orta yağlı ət var, bir də ki quru tam əzələn, tam qırmızı ət. Burada göstər 93
93.7-də var burada. Bir də ki 96% quru, 4% yağlı. Yağsız ətlər də var. Qiymətləri də 19 dollara budur. Bütün bu hamısının qiyməti 19 dollardır. 20 dollara bu qədər ət alırsan. Bunlar üçün nə qədərdir? 1 kilo 2 kilo yağı azaldıqca da görürsünüz burada qiymətlər də azalır. Endirim də ki 1 dollar olur. Orada 20 dollar idi yağsız var. Burada amma yağlı ət var. 90 manat belə də yağlı deyil də, nisbətən yağlıdır. Bu isə 16.88-də. Bir də ki belə yağlı ətlər də var. 20%. Bu 15 dollaradır. 5 dollar fərqi var. Biz yağsızın götürücüyük əlbəttə ki, saxla. Deməli, nə burada asandır bu ət məhsullarında. Gördüyünüz kimi burada hamısı yazılır. Steyklər, malatlar oradadır. Yumuşqa əti burada pork, yəni donuz əti. Bir də ki, toyuq var. Biz bunları buraxaq. Mən yumuşqa az yiyirəm, bərk oldu. Bəlkə toyuq ətinə baxaq. Qiymətlərindən. Deməli, bu yumuşqadır. Yumuşqanın qiymətini göstərin. 5 dollar, 4.77-yə bu qədər ətdir. Sonra toyuqda var, belə kəsilmişləri də var. Sonra yağsız hissələri, kəsilmişləri də var. 1% yağ yox. Amma burada görürsünüz yağ var. Sonra toyuq sinəsi olmalıdır burada. Toyuq sinəsi 2 poundı 4 dollara. Ümumi bu hamısı 9 dollar. Bizə yaxşıdır qiymətləri. Bizə lazım olacaq bir dənə toyuq sinəsi. Bunu da özümdən götürürəm. Deməli, gördüyünüz kimi o ətdən axıra kimi mən yemirəm, amma ki bura maraqlı olanlara Bakıdan baxanlara bəlkə də maraqlıdır da. Burada donuz ətindən olan var, nə bilim, Doritosları var. Deməli, gördüyünüz kimi o ətdən axıra kimi bütün bura chipslərdə 5.94 deyil, 4.48-dir. Burada donuz əti ilə olan var, nə bilim, Doritosları var. Sonra takis göstəreyim, 5.90 Bakıda deyəsən bunlardan da olmalı, təzə gəlir. 5 dollara bu deyil, 4.48-dir. Görürsünüz Oreo var, hər bir dadı olanı var. Takislərdir. Bakıda deyəsən bunlardan da olmalı, təzə gəlir. 5 dollara bu deyil. Oreo'ların hər bir dadı olanı var. Dükkanın da ki ucu bucağı yoxdur. Görürsünüz nə boyda dükkandır. Sonra bu sular, bu Messi'nin suyudur, 1.90 Prime'dir. Dükkanın da ki Azərbaycanı deyəsən yoxdur. Ucu bucağı yoxdur. Görürsünüz nə boyda dükkandır. Sonra bu sular, bu Messi'nin suyudur, 1.90 Prime'dir. Bunlardan Bakıda yoxdur, Azərbaycanı deyəsən yoxdur, qeyddir. Deməli, bizə belə bu sudan lazımdır. 10 litrliyi 5.46-ya. Sanki belə nədir ona, şirin lazımsız sular da çox. Deməli, bizə belə bu sudan lazımdır. Belə ki, 10 litrliyi, bunlar hər şey 5.46-ya. Görürsünüz də burada yiyilməyən heç nə yoxdur.
Belə həmçə şirin dadları, lazımsız suları çoxdur. Amerikanlar ona görə belə kimi piyliyi. Bunlar hər şey yeyirlər. Sonra nə bilirsiniz də burada adamlı südü, yeməyən heç nə yox. Hər bir şeyi var. Hamısı şirin dadları olan içkilərdir. Kokoslu suları, sonra nə bilim, badamlı südü, hər bir şeyi var. Deməli də bir dənə kola da götürəyim. Burada da kimlər var? Kolanı da görürsünüz. Bilmirəm, Azərbaycanda mənim yadımdadır. Bir dənə kola zero idi. Bir dənə də nə idi? Adi kola. Burada bir 40 dənə sort kola var. Nə bileyim, burada vişnəli kolası var. Sonra adi kola vardı. Diyet var. Bir də ki zero ayrıdır o tərəfə. Bir də ki kafeinsiz diyet saxlayanlar üçün bələnkimiz var. Mən ona görə kafeinsiz götürəcəm. Bunun qiyməti nə qədərdir? 2.74-lər. Belə balaca bankalarda da var, yeşə bankalarda da var. Bankalarda da satırlar bələnkimiz. Suların hər bir növü var da burada. Getdik. Deməli, burada da belə maraqlı sular da var. Sonra budur. Bu deməli, mənə verim kvasdır, amma ki, kvas deyil. Onun belə şirin dadı var. Hələ bir ki, nədir ona, pesoklu sudur içirsən. Sonra bunların özü də bir dənə şəkərin qədərinə baxın. 43 qram şəkəri var. Dəyişət çoxdur. Sonra mənə xoşuma gəldiklərimin biri budur. Mountain Dew. Amma ki diyeti olanı yaxşıdır, bu xoşuma gəlmir. Apartollar. Sonra diyet Pepsi də var. Pepsilərə bir baxın. Bütün bu adlı hamısı Pepsidir. Görürsünüz bu. Tərəfdə enerji içkilər də var. Red Bull'ların qiymətinə baxaq. Adi Red Bull hardadır ki? Adi Red Bull bilməm necə olur. Bu adi Red Bull'dur. Bu 355 ml olanıdır. Mən Red Bull axırıncı dəfə bəlkə 5 il əvvəl içmişəm. Qiymətini göstərim. 355 olan 2.88-ədir. 2.38-ə bu balacasıdır. Bir də ki, bunlar hamısı da eyni qiymətədir. Görürsünüz. 4 dənəsi 8 dollardır. Ağ Monster da var. Sonra burada da soklar da var. Onun qiymətini göstəreyim. 7.24 kinolarda olur bunlara. Ancaq kinolarda görmüşəm Amerikanski. Belə yoxsa Azərbaycanda bizdə belə kimi boçkalarda satmırlar. Süd də deməli bu boyda süd burada deməli 4 litrdir. 2 dollara. 2 dollar yarım. Gördüyünüz kimi sonra buzlanmış pizzalar da satılırlar. Deməli, uşaqlar indi məşqə hazırlaşır getməyə. Buraları da göstər. Bura Las Vegas'ın necə deyirlər, ara məhəllə küçələridir. İndi bu maşını götürmüşük. Bu maşınla gedir. Deməli, bu günləri Planet Fitness'e gedirəm. Ayaq məşqi üçün. 2 günlük keçid götürdüm. Las Vegas'ın ən belə tanınmış salına. Orada deməli Mr. Olympialar olan belə adamlar olacaq. Gedək burada məşqimizi eləyək. Buradan downtown görsənir biraz. Wow, uzandı.
Getdik. Neyse, böyle bir dənə maşındır, Chevrolet'dir. Gün neçədir bunun? 120 dolar inşuransdan bir. 150 dolar inşuransdan bir. İnşuransdan bir $150 maşının qiyməti. Sen koy da ya da gözleme var. Bir de bu da ver mənə. Bu da gördüyünüz kimi Las Vegas'dır. Nə boyda şəhərdir. Biz isə burada yox. Planet Fitness'a 5 dəqiqə yoldur. 2 mil. Gedək görək hara yeyib çıxırıq. Salonu belədir bunun. Adi maşındır. Neyse, çıxaq yola. Deməli uşaqlar gəldi indi zala. Bu günlər ayaq məşqidir. Ayağın arxasına biraz məşq edəcəyik. 3-4 hərəkət. Bura gəlmişik deyə məşqimizi də buraxmayaq. Məşqimizi eləyik. Axşam saat neçədir indi? 10-un yarısıdır. 11-in yarısı 11 üçün məşqimizi bitirək, gedək evə, yeməyimizi yeyib yataq. Və günümüzü də ki belə yekunlaşdıracağıq. Biz gəldik indi Las Vegas'dayıq. Bura Las Vegas'ın ən əsas küçəsindən biridir. Burada deməli yağış yağır. Amma ki hava çox istidir. Bu binaların birində Mr. Olympia yarışı keçir. Hələ bilmirəm, adresi yoxlamamışam. Amma ki buraları biraz gəzək, baxaq görək necədir. Sonra gedib baxdıraq, görək hansı binalardır. Hər bir otel nədə onadır? Ən belə populyar otellərdən biridir. Hərəsinin içində Convention Center var. Kazino. Los Angeles'te də olmuşam, amma ki Seattle şəhərində, belə şəhərlərdə. Amma ki bu şəhər ən belə turistlərin sayı dəhşət çox olan şəhərlərdən biridir. Mən özüm şəxsən bu qədər turist görməmişəm. Amerikan heç bir nöqtəsində. Hər bir oteldə ki, burada görürsünüz, burada hər bir otel ətrafında hamısı oteldir. İndi bunların hamısında da otelin ümumi sahəsi boyda birinci mərtəbədə hər bir otelin kazinosu var. Bəlkə də bir milyon cür kazino aparatları var. Otelin qabağına bir dənə baxın. Bu otelin qabağıdır belə. Gedək içəri görək içəridə nə var. Kimi bu otelin hələ girişidir ya. Baxın. Otelin hələ girişidir. Nə qədər adam var burada. Bu hələ nədir? Saat 5 saatdır da. Nədir ona deyil?
Çox gec də deyil. Görürsünüz burada mələnkimiz barı da var. İndi bu aparatlara baxın. Bu da ki gördüğünüz kimi otelin girişidir ya. Bu hələ içəriyə çox daxil olmadı. İçəri də gedir otelin tam o biri başına kimi. Girib biraz $100'dan zıtdan biraz əridəyim burada. Yani biz otelin bu bir tərəfindəyik. Gördüyünüz kimi burada kaçına maşınlar da var. Bir de ki ama bu lastikli nerede olmuyor. Bu şeydi, ne onun adı? Ölçüm olandı. Oynayatma ha. Valla size göre bir tane $1 yani paraqda oynayaram. Böyle bəlkə $1 elədi $1000. Bu nədir? Necə oynayar hələ belə? Bunlar nə $1 baxın. Başla. Ne zaman gideceğiz? İlk çanta varsa ekranda. Neyse gel. Neyse. Bulduk kırmızılar. Çekti bak. Bas ona. Play Venture Saver. Neyse bunu da oturma. Geriye başka yere. Deməli $20 ya itiririk ya buna lirik 40. Qoyuruq qırmızıya. İki dənə ya sen buna varmısan deyəsən pulu qoy. İki dənə ekranda. Bax biri iki dənə qırmızı qalan, biri bir dənə qara. Qaraya qoy bunda o şey. $10. Yok ki. 2 tane 5'e bas, karaya bas. O 20 koymazsın da. Kaşen. Düştük oraya. Kaşen. $40. $40'dan indi buradan çıxardırıq böyle. Deməli uşaqlar ki gəlmişik New York'dan Skala tərəfə. Skalada bu tərəfdəki New York'un əsl binalarıdır. Məzbələ də Empire State Building binası. Yolu da tərəfi keçirsən, o tərəfdəki Fransadır. Amma ki, oranın indi qaydanda çəkib göstərər. Gedin içəriyə, indi gedirik
qalanın içərisinə. Gedəyin orada da bir rulet oynayaq. Yaxşıdır. Mr. Olympiyaya girişindəyəm. Buradan da girişdir, göstərir. Girişdə də görürsünüz belə hər atletin şəkili var. Bu Mr. Olympiyada qazanmış ünvançılardır hamısı. Birəyə görə içəridə nə var? Görürsünüz bu tərəfdə Mr. Olympia aid köynəklər satırlar. Buradaki paltarlar bulunandır. Hardasa 100-150 dollar arasıdır. Amma ki pulsuz köynəklər də satılır. Mr. Olympia səviyyəsində təşkilat ola pulsuz köynəklər də var burada. Kim ki imkanı yoxdur, kimin pulu yoxdur. Onun üçün sən gerək burada sıraya durasan, sıradakı buradan başlayır belə-belə gedir, göstər səni. Onu yığışdırırlar da burada. Amerika'nın tanınmış məşqçilərindən biri. O Qaqashi deyə David Lay'den köynəyi unutdu. Bu tanıyan var. Jay Cutler. Yəni gördüyünüz kimi burada hər brendin, necə deyərlər, sponsor kimi göstərirlər hər kəsə. Hər brendin deməli sponsor var da burada. Hərəsinin öz atleti var. Görək məşhur atletlərdən kim var burada? Pulsuz Red Bull da verirlər hər kəsə. Limitsiz, nə qədər istəyir bir dənə Red Bull götürür. Gel mən də götürəm. Amerikanın deməli ən son buraxılan avadanlıqlarından biridir. Ona görə Mr. Olympia bunlara sponsor edir. Bunlar deyəsə küləyə işləyən aparatlardır.
Yenə idman avadanlıqları. Bu silah aparatından da heç görəcəm. I wear the funky, funky style. Got out of my bed about 8. And then I called Greg Nice cause it wasn't too late to get some skins and come around the block. Cause man, my tip is harder than a rock. He said bet. So I let Greg Nice call this girl named Anna Zet. Anna Zet, the teacher's pet. You sure she's gonna come on this set? He says, smooth, don't you fret. My tip is one is me, you're quiet as kept. The tall, small, black kid with those steps. Yeah. Yo, Greg Nice, is that girl all that? He said, smoothly, the skins is fat. I don't beg cause I'm not at Begonia. I dress well so that I won't catch pneumonia. My bonds are stronger than ammonia. Double M, yeah, that's my team. Rose, the captain, I'm lieutenant. I'm the type of can to make cast and grind like I'm broke. That Lambo, my new, she ride like my ghost. I'm riding around my city with my head to my toes. Cause these want me dead, and I gotta make it back home. Cause my mama need that bill money, my son needs some milk. These try to take my life, they around get killed. You around, get smoked. Cause these Philly top boy women don't around no joke. No, all I know is murder. When it come to me, I got hip, that's rolling. I got throwing bees, I done did the deal. From Durham, North Carolina, Christopher R. Neyse uşaqlar, Mr. Olympia yarışı da bitti. İndi Bələnkimiz bir convention center'dır. Görürsünüz orada. Deməli, Las Vegas şəhərindəydi, Nevada ştatında. Ətrafı da göstər, belə bir yerdir. Kimə maraqlı gəlirsə. Otellərin birindədir. İndi finallar saat 5'te başlayır. Mən finala bilet almadım. Finallara da biletlər də ki $500 başlayır. Amma ki mənim məşqçim də finala düşmədi deyə mənası yoxdur getməli. Gəlib Instagramdan baxacağam mən də. Neysə. Çəkilişlə yekunlaşdırıram. Sağ olun, salamat qalın. Gələn izləmələrə. Biraz çox izləmələr gəlsə mən biraz tez-tez videolar çəkəcəm. Sağ olun.